Azərbaycanda ilk dəfə olaraq rəqəmsal məzarlıq konsepsiyası hazırlanır. Bu yeni yanaşma vəfat eləmiş şəxslər haqqında məlumatların qorunması, yaddaşın gələcək nəsillərə ötürülməsi və hətta virtual ziyarət imkanlarının da yaradılması ilə bağlı tamam başqa bir mərhələ açacaq. Doğrudan da çox maraqlıdır bu yanaşma. Məzarlıq çox qəribə səslənir, həqiqətən. Biz ənənələrimizə çox sadiq cəmiyyətik. Həqiqətən də görək bu rəqəmsal məzarlıq müasir tələbatdırmı, yoxsa bizim ənənələrə qarşı çıxacaq bir addım sayılacaq. Suallar çoxdur, əslində sualları artırmaq olar, çünki müzakirə ediləsi məqamlar kifayət qədərdir. Görək əməkdaşımız Aygün Şirinova məsələni necə araşdırır? Yeri gəlmişkən, qəbristanlıq fobiyası olanlar üçün də yaxşı bir fürsətdir. Əgər qəbristanlığa getmək, yəni fiziki olaraq sizi qorxudursa elə rəqəmsal qəbristanlıq sizin üçün demək olar ki, yaranmış bir şeydir. İstəyək görək bu rəqəmsal məzarlıq anlayışı nədir? Azərbaycanda rəqəmsal məzarlıq konsepsiyası hazırlanıb. Bu, vəfat etmiş insanlar haqqında məlumatların yeni formada qorunmasına imkan yaradacaq. Yəni, artıq bir QR kod vasitəsilə və ya xüsusi sayta daxil olaraq həmin şəxs haqqında bütün məlumatlara baxmaq mümkün olacaq. Həmçinin vətəndaşlar istədikləri zaman sayta daxil olub, fotolar, xatirələr və digər informasiyaları əlavə edə biləcəklər. Süni intellekt vasitəsilə insanların, yəni vəfat etmiş insanların məlumatları toplanır və onların rəqəmsal ekizi yaradılır. Bu o deməkdir ki, artıq başqa cür desək, insanlar özü ölümsüzləşir. Yəni onların virtual ekizi artıq virtual dünyada canlı olaraq fəaliyyət göstərir. Bəs şəhər sakinləri məsələ ilə bağlı nə düşünür? Bütün dünyada bu getdikcə, yəni müasirəyə doğru gedirik. Ona görə də ola bilsin gələcəkdə bunu qəbul edə bildik. Ənənəvi qəbristanlıq. Yəni düzgün hesab eləmirsiniz? Yox. Həmişə öz köklərimizə bağlı olmalıyıq. Bu qədər. Yəni yeniliyə qarşısınız? Elə yenilik var ki, yox, ancaq belə olmaz. Onun nə mənası var ki, tutaq ki, hansısa ölmüş birinin, nə bilim, bir tarixi adam deyil, bir tanınmış adam deyil. Yəni nə aidiyyatı var ki, o gedib bir də, nə bilim, tikləməklə onun hansısa keçmişin şəkillərini öyrənmək. Yəni nə dərəcədə məncə heç düzgün deyil. Hər gördükcə pis olaraq. Millət vəkili Ceyhun Məmmədov isə bu məsələ ilə bağlı bir qədər fərqli düşüncədədir. O, mövcud ənənələrin qorunub saxlanmasının tərəfdarıdır. Tarixi şəxsiyyətlər, hansı ki onlar xüsusi önəm və əhəmiyyət daşıyır. Amma bu insanların ixtiyarında olan bir məsələdir. Bizdə ənənə belədir ki, şəkil olub, doğulduğu, dünyasını dəyişdiyi tarix yazılıb. Mən hesab edirəm ki, bu əslində kifayətdir. Amma əslində kimsə daha bir geniş formada istəyirsə, bu tətbiq oluna bilər. Amma burada məni düşündürən bir məsələ də odur ki, bu bir biznesə çevriləcək. Bəs məzar daşının üzərinə QR kod yerləşdirmək dini baxımından nə dərəcədə qəbul ediləndi? Haram olmasa da mədəniyyət baxımından, mənəvi baxımından elə tənzimlənməlidir ki, bizim o ziyarət mədəniyyətimizə də mənfi təsirini göstərməmiş ola. Nəticə etibarilə seçim vətəndaşın olacaq. Ya ənənəvi məzarlıq modelini davam etdirəcək, ya da virtual rəqəmsallıq qəbristanlığa üstünlük verəcək. Bəli, hörmətli tamaşaçılar, süjetə baxdıq. Beləliklə, texnologiya və ənənə arasında maraqlı bir layihə yaranır. Rəqəmsal məzarlıq konsepsiyası. Bu sistem vəfat eləmiş şəxslərin məlumatlarını qorumağa, onların xatirəsini gələcək nəsillərə ötürməyə imkan verəcək əslində. Vətəndaşlar artıq QR kod və ya xüsusi sayt vasitəsilə yaxınları haqqında fotolar, xatirələr və digər informasiyalara baxa biləcəklər. Və indi qonağımız İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanovadır. Onunla biz birlikdə rəqəmsal məzarlıq konsepsiyasının texniki tərəfləri, məlumat təhlükəsizliyi və vətəndaşların seçim imkanları barədə söhbət eləyəcəyik. Xoş gəldiniz. Əfruz xanım studiyamıza. İlk olaraq gəlin ondan başlayaq ki, ümumiyyətlə bu konsepsiyanın əsas məqsədi nədən ibarətdir? Yəni bu sistem vətəndaşa real olaraq vətəndaşın hansı problemini həll edəcək? Qəbristanlığa getməyəcək, yoxsa bir qədər açaq bu məsələni? Bəli. Təşəkkür edirəm mənə dəvət etdiyiniz üçün. Əlbəttə, bu məsələ cəmiyyətdə o qədər sadə, belə deyək, tez qəbul edən bir məsələ deyil. Və bu məsələnin bir qədər mahiyyətini açmaq istəyirəm. Rəqəmsal məzarlıq konsepsiyasının mahiyyəti əslində vəfat edən şəxs haqqında məlumatların
toplanaraq onun arxivləşdirilməsi, həmin məlumatların bəli, sistemli şəkildə arxivləşdirilməsi, onun uzun müddətli qorunması və gələcək nəsillərin çatanlığının təmin edilməsidir. Burada əsas iki hədəf götürülür. Birincisi, tarixi yaddaşın və mədəni irsin qorunması. Bildiyimiz kimi məzarlıqlar, aşınma, təbii fəlakətlər, hətta baxımsızlıq nəticəsində məhv olurlar. Bəli, bu rəqəmsal məzarlıq bir tərəfdən bu riski aradan qaldırır. Xalq olaraq bunu yaşamışıq. Bəli, bəli, ona da biz gələcək, bəli. Və digər tərəfdən həm də bu məlumatların mərkəzləşdirilmiş idarə edilməsi. Belə ki, ölüm hallarından sonra bilirsiniz ki, xeyli bu ölən şəxslər haqqında xeyli məlumatlar olur. Həmin məlumatlarda onların fotosu, sonra onların bioqrafiyası, hətta rəqəmsal əkizi yaradılır ki, bu da o mədəni irsin bir hissəsidir. Yəni burada bizim, belə deyək, bütöv Azərbaycanımız üçün bilirsiniz ki, canından keçən şəhidlərimiz var və yəqin ki, çoxları görüb ki, o şəhidlərin rəqəmsal əkizini yaratmaqla sənədli filmlər ediblər. Yəni, təxmini belə bir şey nəzərdə tutulur. Yəni, bu hissəsi nəzərdə tutulur və bu məlumatlar... Hər kəsə mi şamil olunacaq bu, yoxsa xüsusi seçilmiş insanlara? Bilirsiniz, bu hər kəsə. Bu layihə, yəni sualı bu cür verdiyiniz üçün mən əlbəttə o xarici təcrübədən demək istəyirəm. Artıq 2011-ci ildən fəaliyyət göstərir və ondan əvvəl də fəaliyyət göstərən rəqəmsal platformalar var dünyada. Onlayn rəqəmsal platformalar və qeyd edim ki, heç bir ödənişsizdir orada. Orada dünyasını dəyişmiş insanların, bax dediyim bu risklərdən, yəni o dağıdılması, insanların müxtəlif şəhərlərə köçməsi, bilirsiniz ki, sərhədlər açıqdır, digər yerlərə köçməsi nəticəsində öz yaxınlarının məzarını ziyarət edə bilməməsi, kimi faktların, belə deyək də, asanlaşdırmaq üçün belə bir platforma yaradılmışdır. O platformada, deməli, o məzarlıqda olan məzarların GPS koordinatları çəkilir, ora daxil edilir, həmin o foto daxil edilir. Yəni, istənilən vaxt və onun haqqında məlumat. Və istənilən vaxt dünyanın istənilən yerində o platformada, yəni o sistemdə açıb özünün yaxınının məzarını ziyarət edə bilir. Yəni, fiziki olaraq onu edə bilmir. Bəli, məzarının harada olduğunu da görür. Məsafədə olan qəbirstanlıqlar üçün bu çox yaxşı təsəlli verə bilər insana. Əsasən onun üçün, əlbəttə, əsasən onun üçün nəzərdə tutulubdur. Bu QR kod vasitəsilə məlumatların da şəxsi həyatın toxunulmazlığı baxımından risklərini istərdim sadalayasınız. Bir də məlumatları ümumiyyətlə kim tərəfindən necə idarə olunacağı və tənzimlənəcəyi barədə istərdik danışaq. Bəli. Bu bir növ o şəxsi toxunulmazlığa, şəxsi informasiyanın toxunulmazlığı demək deyilmi sizcə? Burada əlbəttə QR kod vasitəsilə deməli o məlumatların verilməsi, bir tərəfdə açıq olması şəxsi həyatın təhlükəsizliyi həm də rəqəmsal miras nöqteyi nəzərində biraz ciddi risklər törədir. Ona görə bu risklərin aradan qaldırılması üçün təbii ki, bir neçə belə deyək də, bir neçə belə nöqteyi nəzərdən buna yanaşır. Düzdür, ölmüş adamın şəxsi məlumatları bir qədər qəribə səslə, yəni həmin adamın yaxınları üçün, yəni o burada bir məsələ də var. Burada məsəl üçün hələ ölümündən əvvəl vəsiyyətnamə işləyən insanlar var ki, onu rəqəmsal miras kimi işləyirlər. O orada göstərilir ki, hansı məlumat orada açıq, hansı məlumat onlar olmazlar olacaq. Bəli, bəli. Digər tərəfdən bizim özümüzdə dövlətin vahid reyestri var. O vahid reyestrdə mərkəzi arxiv xidməti var ki, o arxiv xidməti tərəfindən də bir növü bu, belə deyək, ölümündən sonra mərhumların o məlumatlarının mühafizəsi məsələləri orada idarə edilməsi məqsədə uyğundur. Digər tərəfdən QR kodu, belə deyək, təqdim edən, bilirsiniz ki, kommersiya platformaları var. O kommersiya platformaları biz bu yaxında da baxdıq ki, kimsə özünün qəbir daşının üzərinə QR kod alıb və qeyd edin ki, yəqin ki, siz, bəli, yəqin ki, siz baxmışsınız ki, onlarda müəyyən qiymətə satılır. Yəni, kommersiya nöqteyi nəzərindən satılır. Bu, həmin
həmin o deməli sifarişçi ilə belə deyək də icraçı arasındakı o müqavilədə də hətta o hansı informasiyanın yəni açıq ola biləcəyi və yaxud qapalı ola biləcəyi. Belə filtrlənmə olacaq. Filtrlənmə, əlbəttə. Amma yenə də təbii ki, bizdə bu qanunvericilik yeni bir ticarət növünə çevrilə bilərmi? Ola bilərmi ki, işbazlar bundan müəyyən formada istifadə edə bilsinlər qiymət baxımından? Yəni bu qiymət bizim cəmiyyət. Siz bir qədər əvvəl qeyd ediniz ki, xarici ölkələrdə əsasən bu pulsuz olur. Xarici ölkələrdə belə deyək, bunun müəyyən bir dövr üçün pulsuz olur, amma əlavə məlumat istəyirsənsə, orada da müəyyən ödənişlər var. O hər bir belə deyək də, o vəfat etmiş şəxsin yaxınlarının istəyinə əsasəndir. Bəli. Və qeyd edim ki, mən bura gəlməmişdən öncə bir araşdırma apardım. Sən demə bizdə bir Rahmat Az saytı da var. Orada müəyyən bu, bəli, QR kod və yaxud ailə şəcərəsi bilirsiniz də, onu müəyyən o informasiyanı verirlər və onu yaradırlar. Təbii ki, bu bir əməkdir, amma orada da o QR koda o qiymət qoyulması məsələləri var və mən internetdə oxudum ki, təbii ki, bunlar asan başa gəlmir. Birinə sual verirlər bu işlə məşğul olana ki, bəs siz bunun qiyməti neçədir? Deyir, 450 manatdır. Deyir, bəs niyə belə baha? Deyir ki, bu əslində 50 manatdır. Ancaq əgər, belə deyək, mərhumun ailəsi, yaxını tərəfindən məlumatlar özləri tərəfindən toplanarsa, emal olunarsa, sistemə daxil edilərsə, əslində bu QR kodun qiyməti çox aşağıdır. Yəni, düzü biz belə bir şeylərə baxmırıq. Sadəcə siz maraq üçün dediniz və mən onu cavablandırıram. Mən düşünürəm ki, bizim cəmiyyətdə də bu təzə olduğu üçün yəqin ki, bu da zaman-zaman, yəni əslində onun belə deyək, kommersiyalaşdırılması o qədər də yaxşı hal deyil. Düşünürəm, vəfat etmişlərdən belə deyək də, o hansısa nəsə ummaq, bir qədər cəmiyyətə ziddir. Gəlin bu ənənələrə bir qədər qaydaq. Cəmiyyət olaraq biz bilirsiniz ki, mühafizəkar xalqıq. Ümumiyyətlə, ola bilər bu müasirlik çoxları tərəfindən qəbul olunsun, amma gəlin etiraf eləyək ki, bunu qəbul etməyən cəmiyyət də olacaq. Məsələn, bəzən elə nəsillər var ki, görürsünüz ki, qəbir üstündə hətta bir şəklin olmasını belə qəbul eləmir. İndi bu cür məlumatların olmuş. Sizcə cəmiyyət olaraq əlavə yazılar, şeirlər falan, bu kimi ifadələr də təbii ki, məzərdaşların üzərində. Siz necə düşünürsünüz ki, bunun dini tərəfindən danış? Biz buna hazırıq mı? Təbii ki, siz bir layihəçi kimi yox, yəni biz psixoloji faktorları təbii ki, dəyərləndirərək buradan çıxış eləyə bilərsiniz. Buyurun. Bəli, indi siz bu, belə deyək də, bu bir növ virtual ziyarət məsələsi. Virtual ziyarət əslində real ziyarəti təbii ki, o real ziyarətin əvəzinə qəbul edilməsi o qədər də cəmiyyət tərəfindən, belə deyək, çətin qəbul edilir. Virtual ziyarət yox, əsasən o məlumatların toplanması. Dəstəkləyici, belə deyək, bu dəstəkləyici bir layihədir. Bu hansı hallarda daha da mümkündür, mən sizə deyəm. Təbii ki, bu həm dini, həm bizim adət ənənəmizə, nöqteyi nəzərdən çox heysiyyat baxımından falan, ciddi bir məsələdir. Həssas məqamdır. Amma təsəvvür edin ki, həm Qarabağda, həm bizim Qərbi Azərbaycan məzarlıqlarının dağıdılması kimi faktlar o fiziki olaraq yoxdur. Deməli, bunların rəqəmsal, belə deyək, məzarlığın yaradılması əslində həmin o bölgənin insanları üçün köməyinə gəlir. Bu bir. Sonra bizdə bildiyiniz kimi vətəndaşlar həm ölkədən kənarda yaşayırlar, yaxınlarının məzarını ziyarət edə bilmirlər. Bunlar üçün də virtual ziyarət həm zaman, həm məkan məhdudiyyətlərini həll edir. Digər tərəfdən bizdə yaşlılar, xəstələr, əlilliyi olan insanlar bir emosional bir borc kimi ziyarət etmək istəyirlər təbii ki, öz yaxınlarına. Onlar üçün də bu layihə, mən düşünürəm, virtual ziyarət funksiyası bir, belə deyək, imkan yaradır onlar üçün. Bunu ziyarət etsinlər. Digər tərəfdən yenə dedim, fiziki olaraq məhv edilmiş deməli, bu məzarlıqlar nöqteyi nəzərindən bu rəqəmsal məzarlıq konsepsiyası məncə çox
çox deməli bir çox belə deyək məsələləri həll eləyir. Bəli. Təşəkkür edirik Fuz xanım. Studiyamıza gəlib suallarımızı cavablandırdınız. Həqiqətən də kifayət qədər maraqlı bir mövzudur. Nəzərə alsaq ki, nəinki bu fərdi şəxslərlə bağlı, həmçinin bizim kifayət qədər canından keçən igid əskərlərimiz var, igid zabit və gizirlərimiz var. Onların da məzarlarında bu kimi layihələrin icra olunması kifayət qədər çox yaxşı bir şeydir. Çünki onların qəhrəmanlığı haqqında biz qəbristanlıqlar, həmin o məzarlarını ziyarət edərkən də onların məlumatlarını öyrənə bilərik. Onların şücaətləri, döyüş bölgələrinin, döyüş meydanlarında göstərdiyi şücaətlər, aldığı medallar və bu kimi informasiyalar. Siz dediyiniz kimi nəsillər keçdikcə onun övladları yox, nəbələri onun haqqında o məlumatlar əlbəttə unudulmamış. Bu tarixi yaddaşın bərpasıdır. Əsasən tarixi. Və bir məsələni də deyim ki, əsasən yəni bir də tamaşaçılarımız üçün aydın olsun ki, mən dediyim o layihə xaricdə artıq 2011-ci ildən Billion Graves deyilən bir layihə var. Orada bizim Azərbaycandan 200-ə yaxın məzar artıq yerləşdirib, bütün GPS onun o koordinatları ilə, bəli, şəkilləri ilə, məzarın özünün şəkli ilə yerləşdirilib. Bunu kim eləyib? Daha çox biz araşdırarkən baxdıq ki, bunu bizim ölkədən köçən yəhudilər. Çünki onlar burada zaman müəyyən bir dövrdə yaşayıblar. Onların əzizləri burada dəfn olunub, əsasən Yasamal qəbristanlığında və orada əsasən onların məzarları, onlar köçüblər buradan, amma özlərinin məzarlarını onu unutmaq istəmirlər. Yəni, bu sadəcə fiziki olaraq gedə bilməyən vaxtda ona əvəz edir. İnsanlar yəni belə münasibət bildirməsin ki, bu sanki biz öz adət ənənəmizi fiziki olaraq məzarlığa getmək, yox etmək istəyirik. Yox, əlbəttə. Buna biz cəmiyyət gedir. Çünki cəmiyyətdə rəqəmsallaşma, qloballaşma gedir və bu bizdən asılı olmadan bütün dünyada və bizdə hər bir şeydə sirayət edir. Bəli. Təşəkkür edirik Əfruz xanım. Kifayət qədər doğru. Bundan sonra rəqəmsal miras və yaxud da xatirə avatarları kimi o cür ifadələr yəqin ki, bizim leksikonumuzda çox olacaq. Bəli, davam edirik, hörmətli tamaşaçılar.